Seçicilərinizlə hansı sıxlıqda görüşlər keçirirsiniz? Son görüşləriniz nə vaxt olub? Ən çox sizə müraciət olunan problemlər nədir? Əvvəla onu qeyd edeyim ki, seçicilərimizlə minimum 2 dəfə ayda görüşürəm. Minimum 2 dəfə. Bir neçə il bundan qabaq Cəlilabadın Alar kəndində mənim görüşüm oldu. Və onları narahat edən məsələləri bəziləri yerində həllini tapır, bəzilərini isə gəlib biz yerli və mərkəzi icra hakimiyyəti ilə bu məsələnin həllinə çalışırıq. Məsələn, mənim İran sərhəd boyu kəndlərlə əsas problemlərimiz olurdu. O da onunla bağlıdır ki, bu kəndlərdə elektrik enerjisilə təminat məsələlərində, qazla təminat, yolların çəkilişi ilə bağlı ciddi problemlər vardı. Bax, mən sizin efinizdən də istifadə edib Azər İşığa, onun rəhbərliyinə təşəkkür edirəm. Bəli, Azər İşığa, onun rəhbərliyinə təşəkkür edirəm. Mən bax, həmin o İranla sərhəd ərazilərdə 16 kəndin kabelləşməsi həyata keçirilib. 16 kəndin kabelləşməsi o deməkdir ki, bütün Sovet dövründən qalmış bütün o kabellər sökülüb, dirəklər sökülüb, transformasiyalar sökülüb, hamısının yenisi qoyulub. Külək var, yağış var, dəxli yoxdur. Yəni onlar həmişə saz vəziyyətdədir. Necə deyirlər, bir Avropa standartı səviyyəsindədir. 27 kəndin kabelləşməsini biz artıq nail olmuşuq. Azər İşıq rəhbərliyi ilə söhbətlərimiz, əsaslandırmalar əsasında. Məsələn, orada Üçtəpə kəndi var. Üçtəpə kəndi bir kənd, bəlkə başqa bir 10 kənd boyu böyüklüyündədir. Onun da o siyahıya salınması üzərində işlədik, danışıqlar və s. əsaslandırmalar. Bax, Üçtəpə kəndi də o siyahıya salınıb. Bunu xüsusilə vurğulamaq istəyirəm. Qaz sahəsində isə biz deməli Azərqazın rəhbərliyi ilə görüşlərimiz və danışıqlar əsasında 5 kəndin deməli daxili imkanlar hesabına qazlaşdırılmasına nail olmuşuq. Amma təəssüf ki, bu sahədə bizim indi ciddi problemlərimiz var. İranla sərhəd boyu kəndlərin əsas məsələ problemlərinin biri məhz mavi yanacaqla təminat məsələsidir. Və onu deyim ki, təxminən söhbət bir 63 kənddən gedir ki, onlar ümumiyyətlə qazla təmin olunmayıblar və qış fəslində onlar odun alırlar və odun almaq da çox bahadır və onların büdcəsinə bəzən uyğun gəlmir. Və mən bir çox kəndlərdən, mənim özüm də söyləmişəm ki, mənə rəsmən müraciət edeyim, məktublarınızla və bir 150 nəfərin adından, 80 nəfərin adından, bir 180 nəfərin adından müxtəlif kəndlərdən məktublar daxil olub. Azərqazın rəhbərliyi ilə də görüşmüşəm, yeni rəhbərliklə onları təqdim eləmişəm. SOCAR prezidentinə göndərmişəm məktublarımı və cavab gözləyirik ki, bu məsələlər tezliklə həllini tapsın. Amma təəssüf ki, hələ ki, bu istiqamətdə ürəkaçan bir şey yoxdur, hələ ki. Və bu da bizim işimizi bir baxımdan çətinləşdirir ki, biz vəd veririk seçicilərimizə. Sonra növbəti görüşdə bir irəliləyiş olmalıdır. Bəzi millət vəkilləri Milli Məclisdə bildirirlər ki, nazirlərə çata bilmirik, yerli telefonlarımızı açmır. Məsələn, mən Azərqazın rəhbərinin otağında da görüşmüşəm. Sonra İctimai Müzakirə Milli Məclisi orada da söyləmişəm ki, İranla sərhəddə kəndlərin qaz məsələsində xüsusi yanaşmaq lazımdır. Və yeri gəlmişkən parlamentdə bir çıxışım da oldu. Söylədim ki, cənab prezident imzası ilə 4 regionlar sosial-iqtisadi inkişafına da dövlət proqramı qəbul edilib və onlar üçün uğurla həyata keçirilib. Bütün bölgələrimizin siması kökündən dəyişib. Və eyni zamanda ilə qazla bağlı məsələlər deyim. Azərbaycanda qazlaşmanın səviyyəsi 97%-ə gəlib çatıb. Hətta bir faktor sizə deyim ki, dünyada qazlaşmanın səviyyəsinə görə Azərbaycan birinci onluqda deyil, elə birinci ölkədir. Birinci yerdədir. Yəni, bu böyük nəhəng nailiyyət, bu cənab prezidentin siyasəti, sosial siyasətinin bu, necə deyərlər, bir ifadəsidir. Amma eyni zamanda Cəlilabadla bağlı və İranla sərhəd kəndlərlə bağlı bu sahədə ciddi problemlər var. Mən təklif eləmişdim ki, gəlin sərhədyanı ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı da bir müvafiq dövlət proqramı qəbul edilsin. Çünki dövlət sərhəddən başlayır. Sərhəddə girəndə dövlət necə görürsənsə, ümumi təsəvvüründə elə və xüsusilə İranla bağlı həssas bölgədir və o kəndlərə xüsusi diqqət ayrılmalıdır. Və Azərqaz qarşısına qaldırmışam, SOCAR prezidenti qarşısına qaldırmışam. İndi gözləyirik ki, bu məsələlərlə bağlı müsbət bir xəbər gəlsin.